Mən sizə bir nümunə deyim, Peyğəmbərin Həzrət Əli əleyhissalama bir sözü var. Sonralar Əli əleyhissalam bunu Muaviyə məktubunda yazır, bu sözləri yazır. Burada Peyğəmbərimiz vilayət mövzusuna toxunur Həzrət Əliyə müraciətlə. Biz ilk növbədə Peyğəmbərin özünün vilayətindən danışırıq. Vilayət deyəndə dərhal fikriniz Həzrət Əliyə getməz. Peyğəmbərin öz vilayətindən öz. Buyurur ki, Muaviyə yazır ki, Peyğəmbər mənə belə buyurdu. İnnəkə ya əxi, ləstə misli. Ləstə misli. Deyir ki, əvvəla bunu deyim ki, deyir ki, Muaviyə, bu məktubu təkcə sənə yazmamışam. Bu məktub həm mənim tərəfdarlarım üçün lazımlıdır, həm sənin zülmünün altında olan insanlar üçün faydalıdır məktubda yazdıqlarım. Yəni, gələcək üçün də həm mənim şiyələrim üçün, həm sənin zülmünün altında olanlar, həm də sənə aiddir bu məsələlər. Görün, gedir, hara gəlir, çatır. İnnəkə ya əxi, ləstə misli. Ey qardaşım, Peyğəmbər əleyhissalam deyir, sən mənim kimi deyilsən, biz bir deyilik. İnni qəd əqəmtu hüccətək. Deyir, mən sənin və əzhərtu ləhum ma ənzəlallah fik. Mən deyir, sənin imaməti aşkar elədim, çatdırdım cəmaata. Və sənin barədə nazil olan Allah hökmünü də onlara çatdırdım. Yəni, dedim ki, vilayət Əliyə məxsusdur. Amma fəinnəhu ləm yu'ləm ənni Rasulullah və ənnə haqqi və taati vaciban. Deyir, amma mən dəvətə başlayanda cəmaat bilmirdi ki, mənə itayət vacibdir. Xahiş edirəm, burada diqqətlə qulaq asasınız. Cəmaat bilmirdi ki, mənə itayət vacibdir, mənə itayət etməkləri vacibdir və mənim haqqım var onların, itayət haqqım var onların boynunda. Cəmaat bilirsiniz, təsəvvür edin o cəmiyyəti, Peyğəmbəri hakim kimi başa düşmürdülər. Onlar deyirdilər ki, sənə vəhy nazil olur, sən sözü bizə çatdırırsan, sən başqa qulluğun əmrini biz gedək ibadət eləyək. Başqa bir sözüm yoxdur ki, cəmaat Peyğəmbəri bir qasid kimi başa düşürdü və bundan oyuna gedə bilmirdilər. Peyğəmbər deyir ki, mən cəmaata tədricən yavaş-yavaş başa salmağa başladım ki, mən qasid deyiləm, sırf sizə xəbər gətirən deyiləm. Başladım vilayəti tədricən başa salmağa.